Azərbaycanda oğula görə atanı, atana görə oğlu cəzalandırmaq kimi bir əxlaqsız bir düşüncə mövcud. Təkcə siyasi sistem yox, insanların da düşüncəsi elədir. Amma mən artıq mənim elədiyim hərəkətə görə, yazdığım bir yazıya görə heç kim atamla haqq hesab çürütmür. Və yaxud atama görə də çox istəyərdim ki, mənlə haqq hesab çürütməsin insanlar. Atamdır, o mənim anamın əri. Mənim atamdır, mən onu çox istəyirəm, sevirəm. Amma atam kimi adamlar və bu nəslin daha çox işğal olmuş zihniyyətin yaratdığı adamlar. Vətən, torpaq, ərazi işğal olanda onu gec-tez azad eləmək mümkün, amma zihniyyəti işğal olanda. Məsələn, atam hansı Sovet tərbiyəsi görmüş adam, ilə əl çalmış adamdır, nə bilim, susmuş. Bilib tək atam yox, yəni bunların bütün nəsil, həmin nəsil. İndi onunla mənim, məsələn, mən atamı demişə deyirəm ki, bu danışanda, efirdə verişə çıxırsan, vərdiş eləmişsən. Məsələn, bir adam İsa Həbibbəylidən söhbət düşürsə, bir yarım saat bizim hörmətli akademikimiz İsa Həbibbəyli, mən ona təşəkkür də eləyirəm ki, filan yerə, da bir yarım saat tərifləyir, axırda bir ammadan sonra belə yüngülvari nəsə bir irad bilir. Deyirəm, o ammaya qədər olan sözləri demə. Vaxt gedir. Ammadan sonrakıları deyə görək, nədir sənin dərdin? Problem deyə bilməzdir, hamısı belədir. Azərbaycan qələm adamları, hamısı belə. Çünki anamız da belədir. 37-ci repressiyalarında ən çox atalar repressiya olunur. Analar öz övladlarını qorumaq məqsədi ilə onları sistemə itaət ruhunda tərbiyə edirlər. Bax, işğal olmuş zihniyyət budur. Sistem elə bir insan yetişdirir ki, artıq sənə yaltaqlan, məddahlıq elə, əl çal, əyil, qalx, dur, deyən olmur. Öz-özünə əyilirsən, qalxırsan, durursan, öyrəşirsən. Bir banka təsəvvür eləyin, çəyətkəni salırsan onun içinə, ağzına da şəffaf bir şüşə qoyursan. Çəyətə qalxır, tullanır, baş şüşə edər, qalxır, tullanır, 3-4 dəfə belə eləyəndə, sonra görürsən ki, bankanın içində yaşamağa başlayır. Sonra şəffaf şüşəni götürürsən, çəyətə də çıxmaq istəmir. Vərdiş eləyir köləliyə. Sən